Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil iş dəftərindən səhifə 29 və 30-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Qarabağ Azərbaycandır. Bir tapşırığında deyir ki, mətndəki məlumatlara əsasən cədvəli tamamla. Tarixi hadisə 1-ci Qarabağ müharibəsi. Nəticəyi yaza bilərsiniz ki, 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs elan olundu. Aprel döyüşləri. Yaza bilərsiniz aprel döyüşlərinə. Azərbaycan Milli Ordusu düşmənə layiqli cavab verdi. İşğal olunan bir sıra yerlər də işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi 44 gün davam edən müharibə nəticəsində işğalda olan torpaqlar azad edildi. 8 noyabr zəfər günü kimi qeyd olunmağa başlandı. Keçək tapşırıq B-yə. Nöqtələrin yerinə zəfərə aparan yol mətninə əsasən uyğun tarixi şəxsiyyətin adını yaz. 1. 1994-cü ildə Heydər Əliyevin səyi nəticəsində müharibə müvəqqəti olaraq dayandırıldı. Nöqtələrin yerinə yazırsınız ki, Heydər Əliyevin. 2. 2020-ci ildə İlham Əliyev Qarabağın azad olunması üçün Azərbaycan ordusuna döyüş əmri verdi. İlham Əliyev yazırsınız nöqtələrin yerinə. İkincidə. C. Qarabağın azadlığı uğrunda xidmətləri olmuş qəhrəmanlardan kimləri tanıyırsan? Həmin qəhrəmanlar haqqında bildiyi məlumatları yaz. Adları. Kimi tanıyırsınızsa yaza bilərsiniz. Mən məsəl üçün deyə bilərəm. Məsələn, Həmid Cəfərli. Xidmətləri. Cəbrayılın və Füzulinin azadlığı uğrunda savaşıb, oktyabrın 5-də Füzuli döyüşlərində şəhid olub. Adları ikincidə yaza bilərik. Samir Əliyev. Xidmətləri. Yanından yaza bilərik ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adları üçüncüdə yaza bilərik. Rafael Mailov. Xidmətləri yanından yazarıq. Könüllü olaraq Vətən müharibəsində iştirak edib, Füzuli və Cəbrayılda vuruşub. Adları. Dördüncüdə yaza bilərik. Rəcəb Məmmədov. Xidmətləri. Qubadlıda, Zəngilanda vuruşub, bu rayonlarımızın düşməndən azad edilməsində iştirak edib. Keçək səhifə 30-a. İkinci tapşırığımızda deyir ki, Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məsləhətli səsinə görə verilmişdir. Bilməcəni həll et, Bülbülün əsl adını və soyadını öyrən. Deməli, baxaq. Dairə şəklində rəngi narıncı M-dır. Dairə şəklində rəngi çəhrayı U oldu mu? Sonra üçbucaq şəklində narıncı rəngdə R. Sonra mavi rəngdə dairə şəklində T murt oldu. Sonra çəhrayı rəngdə dairə murtu. Sonra üçbucaq şəklində sarı rəngdə Z, mavi rəngdə üçbucaq şəklində A, Murtuza, soyadı isə Məmmədov olub. Keçək tapşırıq B-yə. Mətndəki stadı seçib uyğun durğu işarələri ilə fərqləndir. Bildiklərinə əsasən mətnə bir neçə cümlə əlavə et. Dahi bəstəkar bəzi insanlar dünyalarıyla dəyişdikdən sonra da öz əməlləri ilə vətənlərinə uğur, şərəf gətirirlər. Dahi Üzeyir Hacıbəyli məqalələrinin birində yazırdı. 2 nöqtə
dırnaq içində. Bəşəriyyət tarixində elə şəxslər var ki, bütün xalqa və hətta dünyaya xeyir gətirmək üçün doğulublar. Dırnaq bağlandı. Üzeyir bəyin bu fikirlərinə elə onun özünün də aid etmək olar. Doğrudan da Üzeyir bəy Azərbaycan musiqi mədəniyyətinin yaranmasında böyük rol oynayıb. Yaratdığı əsərlər bu gün də sevilir və Azərbaycanı dünyaya tanıdır. Çilçək tapşırıq C-yə. Dahi bəstəkar mətli üçün hansı aforizmi sitat gətirmək olar? A. Vətənin qədrini o şəxs bilər ki, vətən ilə bir yerdə ağlasın, vətən ilə bir yerdə gülsün. Nəriman Nərimanov. B. O ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır. C. İnsana arxadır onun kamalı, ağlıdır hər kəsin dövləti malı. Nizami Gəncəvi. B. Cavab B-dir. Ölməz adamdır ki, ölməz o adamdır ki, özündən sonra vətən üçün böyük və faydalı yadigarları qalır. Luke Vovenal. İndi niyə səbəbini əsaslandıraq ki, çünki burada da Dahi Üzeyir Hacıbəylinin məqaləsi də bundan əsaslanıb deyəndə, yəni eyni mənanı daşıyır. Orada da deyir ki, bütün xalqa və hətta dünyaya xeyir gətirmək üçün doğulublar. Yəni burada da eyni mənanı daşıyır. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmayı və kanalıma abunə olmağı unutmayın. Hələlik.